Hamıya salamlar qızlar, sizləri yeni vlogda görməyimə çox şadam. Kanalıma xoş gəlmisiniz. Bugün səhər tezdən apar topar hazırlandım. İndi gedirəm kursa. Kursdan sonra da gedəcəyim yerlər var. İnşallah ki bugün də maraqlı bir vlog çəkə bilərəm sizlər üçün. Hələlik. Famir'in işi var idi, mənə apara bilmədi. Özü də dedi ki, istəyirsənsə maşınla get. Maşın da sürə bilirəm, qızlar, pravam da var. Yəni əslində sürürəm də, amma yanımda Famil olanda sürürəm. Yəni özüm tək hələ ki yola çıxmamışam. Bunun səbəbi odur ki, getdiyim yerdə maşını harda saxlayacağımı bilmirəm. Hər dəfə maşın sürən tanışlarımı görürəm, deyirlər ki, ay parkovka problemdir, bilmirəm harda saxlayım. Yolları da indi maşallah olsun elə eləyiblər ki, bilmirsən ki, harda saxlayasan. Kurs 3 saat olduğuna görə belə arada belə 5 dəqiqəlik, 10 dəqiqəlik fasilələr veririk. Fasilə də verəndə orada biz üçün çay, kofe və s. verirlər. İndi 10 dəqiqəlik ara verdik, çay içdik. Yenidən qayıdacağıq birazdan dərsə. Qızlar, kursdan çıxdım. Gedirəm bilirsiniz hara? Favorit premium var 6-cı paraleldə. Bir tanışım var, xanım mənə yazdı ki, axtardığın o şokolad favoritdə var. Favorit premiumda. Yazdım səhifələrinə, sağ olsunlar, yazdılar ki, 2 dənə filialı var deyəsən onların. Biri Ağşəhərdədir, biri də 6-cı paraleldə. 6-cı paralellə də mənim kursum arasında məsafə 28 dəqiqədir, təsəvvür edin. Gəzə-gəzə yarım saat. Deyə bilərsiniz ki, niyə məsələn avtobusla zaten getmirsən? Çünki avtobusla da 26 dəqiqədir. Yəni dedim ki, həm də gəzmiş olaram. Ona görə gəzə-gəzə gedim. Bu arada qızlar, ayaqqabılarım Temudandır. Şalvar Trendy oldu. Bu da Temudandır. Jilet, jaket nə deyirsinizsə. Bir də ki qızlar, çantam da Temudandır. İşte 2 dənə xanım mənim çantamdan aldı. Niyə görə? Çünki çox qəşəngdir. Özü məndə elə şey yoxdur. Elə insanlar var deyir ki, sən almışsansa məsələn, mən almışamsa sən alma. Amma məndə elə şey yoxdur. Yəni kim nə bəyənirsə alsın, sevə-sevə də geyinsin qızlar. Bu da ki çox qəşəngdir. Linkini aşağı qoyuram. Saat 4-də də qızlar şeyə yazılmışam, pediküra yazılmışam. Axırıncı dəfə çəhrayı eləmişdim də pedikürümü. İndi istəyirəm French eləyim. Və bu xanımın yanına da heç getməmişəm. İlk dəfə də gedirəm. Dırnaq ustamdan, mənə dırnaq ustamı tanıyırsınız, dansınız da. Ondan məsləhət aldım ki, hara gedə bilərəm. Əvvəl bir ustam var idi açığın deyimdə. İşini çox bəyənirdim. Amma ki, o ustamı tapa bilmirəm. Vallahi 3 dəfə yazdım ona. Biraz elə bir ki, məni fırlatdı kimi istəyirdim. Ona görə biraz acığıma gəldi. Ona görə istəmirəm. Çünki mən də planlayıram da, yəni sənə görə planlayıram. Amma sən də mənə vaxt demirsən. Ona görə heç nə qızlar. Nəysə, o qızdan tutardım. Pedikürüstan. İndi amma başqa bir yerə gedəcəm. Əslində keçən dəfə də başqa bir yerə getmişdim, amma bəyənməmişdim. Çox pis qanatmışdılar ayağımı. Qorxuram belə şeydən. İndi inşallah bu gün getdiyim yaxşı olar. Çəkəcəm, onu da sizə göstərəcəm. Yollara hələ də belə şeylər səpirlər. Bilmirəm, əvvəl deyirdilər ki, nə bilim, koronavirusa görə edirlər. Mənə çox maraqlıdır, indi nəyə görə edirlər? Bu köpük nəyə lazımdır? Bilən var. Səpə-səpə gedir belə. Kızlar, axır ki tapdım. Damakın baklava, lokum, inci. Amma krokan yoxdur məncə. Karamel krokan tapdım. Burada var imiş kızlar. Sizlər baxın, bunun belə bir oxşar bir şeylər də var, fərqli. Burada balacası da var, bunu da göstərim sizə. Belə balacaları da var. Məncə bunlar eynidir, prosta bu balacasıdır. Bu 2 dənə şokolada 17 manat 8 qəpik pul ödədim, elə çıxır da. Belə bir şey. Amma almasaydım ürəyim partlayardı. Qardaşdan irəlidə. Deməli 32 dərəcə istidə həvəslə yarım saatlıq yola getdim, çatdım, axır məqsədimə çatdım.
şokoladları götürdüm. İndi fikirləşirəm görürsən shorts video çəkim ya çəkməyim. Maraqlı olar ya yox. Salam. Buna baxın qızlar. Bunu iş yoldaşım İstanbul'dan getirib bu yaxınlarda. Vurmuşam açarlığın üstünə. Bunu da biz Budapeştə gedəndə almışdıq. Bunlar hamısı Budapeştə ait şeylərdir. Bir de bunu Temu'dan almışdım kızlar. Bunlar birləşdirəndə bitişik olur 2 dənəlidir. Tez bazar markete girdim. Bir dənə bu en sevdiğim çanaq pendiri bundan aldım. Bilmirəm siz yemisiniz ya yox. Orta yağlılıqdadır. Amma çox qəşəngdir. Yəni deyərdim ki, o biri çanaq pendirləri var başqa markalarında. Amma bu Göyçay süd yazılıb bunun adı. Bu çanaq pendiri üçün ürəyim gedir. Çox qəşəngdir. Heç qiymətinə baxmadım. 85 qəpik bir dənə tərxun aldım. Yəni göyərtilərdən ən sevdiyim göyərti mənim tərxundur. O da atadan deyərsəm mən keçib atada da elədi. 3 dənə pomidor aldım. Deyə bilərsiniz, niyə 3 dənə almışam? Birincisi həm ağır olmasın deyə. Əsas səbəb. İkincisi də qızlar, bilmirəm, Famil həmişə deyir ki, çöldə satılanlar daha dadlı olur və daha qiyməti münasib olur. Bunun kilosu düşmüşdü 95 qəpiyə. Ona görə 3 dənə götürdüm. İndi tez bazar yemək düzəldəcəm, özüm üçün yeyəcəm. Onun üçün pomidor yoxdur da. Famil gələndə axşam alar. Bir də isti belə qəşəng təndir çörək götürmüşəm qızlar. Nəysə, indi tez bazar yemək yeməliyəm ki, saat indi 3-ün yarısı 3-ə qalıb. Saat 4-də dırnaqda olmalıyam pedikürdə. Ayaq dırnaqlarımı da sizə göstərmək istəmirəm, utanıram. Çünki vaxtı artıq gəlib keçir. Artıq görün nə boyda uzanıblar. Yəni inşallah qəşəng olar, sonra baxarsınız. Qızlar, əsas məsələ istidə gəlmişəm. Şokoladlar görün pis vəziyyətdə deyil. Ürəyim gedər indi. Bu daha ağır gəlir mənə. Yox, istidə indi. Burada Luna'ya ait hissi de var. Bir de mənim bu kinderlərim var burada. Gəlin bunu bura qoyaq. Bunu bura qoyuram. Qızlar, axşam böyük ehtimalla bir dənə shorts video çəkərəm ki, bunların dadına baxanda. Saçımı necə bəyəndiniz qızlar bugün? Mən saçımı çox bəyəndim. Saçımın tam təbii halıdır. Heç bir şey eləməmişəm. Çimdim, çıxdım, baxın belə buruldu. Əslində mənim saçımın özü elə təbiəti, strukturu elə buruqdur. Yəni buruq saçdır məndə. Sadəcə olaraq mənfi təsir edən şeylər eləmişəm. Nə qədər mənim saçımda asvetliyeni olub, müxtəlif rənglərdə olub. Bunları danışmışam da sizə. Qırmızı tut, narıncı tut, sarının tonlarını tut. Yəni hər şey olub da dibdən belə açdırdığım olub saçımı. Ona görə saç da yəni küsüb, düz də yox, belə vız bir hal almışdı. Yəni nə buruq idi, nə düz idi. Bu iHerb-dən aldığım 2 dənə məhsul var idi. Onu da sizə göstərmişəm shortsda. Keratin baxın maskası da setdir, belə bir setdir. Saçınızı sırf strukturunu düzəltmək üçün, sağlam görünüş əldə eləməsi üçün bir setdir. Mən də onu istifadə edirəm, ona görə xeyrində görürəm. Baxsız, amma telefon bayaq durdu qızlar. Mən saxladım, nə qədər şey telefonumdan sildim. Telefonumda yer yoxdur. 1 terabaytlıq telefon dolub. Artıq neçənci dəfədə dolur və mən silirəm. Biabırçılıq. Buna çıxıb pəncərəyə hava alır və aşağıda qonşuları güdür. Luna. Rahat şəpşüplərimin vaxtı gəldi. Geyindim bunları qəşəng əynimə. Sərin. Əynimə də eyni şeyləri geyindim. Liftimiz də pis gündə də üzürlü sayın. Eyni şeylər geyindim. Yatıb qalmışdım. Qızlar, yaxşı ki oyandım. Düz budilnik qurmuşdum. Amma budilniki söndürüb yenidən yatmışdım. Eyni şeyləri geyindim. Çünki vaxtım olmadı ki, nəyəsə ütüləyəm, nəyəsə tapıb geyinəm. İndi gedirik, pediküra. Yol istiyorum. Açık Kango'da bir tane bağlamam var. Vaxta kadar hayatımda aldığım en küçük bağlama olabilir. Sizce bunun içinde ne var? Bak, balaca bir şeydi. Gelip bir size göstereceğim. Dırnaq ustası əgər səlqə ilə ehtiyatla işlədisə, bu proses olur mənim üçün dincəlmək. Allah eləməmiş biraz kobud işləməyə başladısa, bu proses olur mənim üçün bir işgəncə.
Öncədən xanıma bildirdim ki, mənim ətim biraz həssasdır, tez qanıyır. Sağ olsun, o da ehtiyatla davrandı. Özünüz də bilirsiniz ki, hər vloqda müxtəlif mövzulardan danışıram və görürəm də ki, sizin üçün də mənim danışdıqlarım çox maraqlıdır. Amma indi vloqu editləyəndə özümü qızlar elə bir ruh halında hiss edirəm ki, danışmağa dəhşətli dərəcədə ehtiyacım var. Amma siz nə istəyirəm? İstəyirəm belə əlimi salıb izləyicilərimi çıxardım yanıma qoyum, üz-üzə söhbət eləyək. Bilmirəm, hiss edirsiniz, o enerjini ötürə bilirəm ya yox, izləyicilərimi həddindən artıq çox sevirəm. Xüsusən də məni daha çox sevdiyini hiss elədiyim izləyicilərimi. Onu hardan hiss edirəm? Kanalıma abunə olub hər videoma baxan və hər videoma rəy yazan, like eləyən izləyicilərim. Çünki onlar mənim üçün daha özəldir. Çıxdım, indi evə gedirəm. Belə normal bəyəndim. Ən əsası mənim üçün nədir? Diskomfort yaşatmadı. Yəni qanatmadı da ayağımı. Səliqəli oldum. Dayansın, göstərəcəm sizə. Hava dəhşət istidir, dəhşət. Sudan yanıram. Salonun yanında market tapmadım ki, su alım özümə. Qaçaraq evə gəldim. Bunu bu sizə göstərmişdim. Nə qəribə görünürəm. Belə çox iri görünürəm. Amma məncə bu bizim güzgülərin performansıdır. Gör, mən evinə qoyarım. Burnumu. Qızlar, mən gəldim evə. Gəlin baxaq görək bunun içindəki bu nə vardı burada? Buna bax. Bu boyda balacadır yəni. Mən bu boyda balaca olduğunu gözləmirdim. Bir dənə buna baxın. Bunların hamısı Lunanın əl işidir. Dırnaqları ilə belə eləyib dırnaqlarını itiləyib burada. Buna bax. Gör nə günə salıb buraları. Yəni əgər bir şey saxlamaq istəyirsinizsə belə şeyləri göz önündə bulundurun. Yəni demirəm amma buna görə bir şey saxlamayın, yox qətiyyən. Amma yəni bilin ki, belə şeylər olacaq. Ona görə elə əşi məsələn bu mənə hədiyyədir, hədiyyə gəlir. Bunu mən almamışam. Mən alanda məsələn fikir verirəm ki, Lunanın dırnağının ilişə biləcəyi şeylər olmasın. Məsələn bundan əvvəl taxtığım var idi. Keçən vloqda göstərmişdim. Başqa vloqlarımda da göstərmişəm. Hə, o məsələn dırnağın nə qədər eləsə də yəni şey deyildi. Cırılıb dağılmayacaqdı. Bu nə balacadır ay qızlar. Əlimin ya 3/1, 4/1 qədərdir. Bu bilirsiniz nədir? Deyəcəksiniz ki, necə olur Temudan bir dənə belə. Bu 1 manat 70 qəpiyə almışam bu arada. Deyirsiniz ki, necə olur 1 manat 70 qəpiyə nəsə almaq olur. Qızlar, bu fırçadır. Amma mən bunun belə balaca olduğunu bilsəydim, mən bunu qətiyyən almazdım. Üz fırçalarım bundan çoxdur. Bu bilirsiniz nə üçündür? Bu şey oxşur, bədənə shimmer, belə zər highlighter çəkəndə eləyirlər, onu da oxşur. Amma qızlar, bu maşın üçündür. Güyəm ki, maşını bu necə təmizləyəcək? Maşının o içində olan kondisioneri zadı var, havalandırma hissələri, oralarını təmizləmək üçündür. Bilirsiniz bunu necə eləmişəm qızlar, belə yəni ucuz qiymətə necə vura bilərsiniz? Sizə kupon vermək istəyəndə aşağıda linklər qoymuşam. O linklərdən istifadə edə bilərsiniz bu arada. Mən 400 manatlıq kupon əldə etmək istəyirdim. Mənə dedi ki, bir dənə ən azı bir dənə məhsul seçməlisən ki, o kuponu əldə edə biləsən. Mən də ən azı bir dənə məhsul deyir. Yəni demir ki, minimum neçə manatlıq. Bir dənə məhsul deyir. 1 manatlıq da ala bilərsən, 100 manatlıq da ala bilərsən. Fərqi yoxdur. Sizə 50 manatlıq al. Mən də bunu aldım ki, sırf ən ucuz gördüm ki, elə budur orada. Yəni, çox elə axtarmadım. Önümə gələn bu oldu ən ucuz. Mən də bunu aldım ki, 400 manatlıq kupon əldə edeyim. Sonra da o 400 manatlıq qızlar kuponu əldə elədim və kuponlu endirimlə məhsullar aldım. Onlar da inşallah gələn vloga gəlib çatacaqlar. Onları da sizlərlə bölüşəcəm. Və mən getdim, gəldim. Luna hələ də buradadır. Niyə durdun? Neçə vaxtı səni çəkmirəm vloglarda, qızlar sənin üçün darıxıb. Neçə vaxtı ərtələdiyim bir işi görməyə qərar verdim indi. Buraları səliqəyə salmaq. Şkafı söküb tökmüşəm. Buraları yığışdırmağa çalışıram. Arxanı sizə göstərsəm qorxarsınız. Kravatın üstü bildiyiniz köçür. Yəni nə qədər burada paltar var, oradan hamısını çıxartmışam. Çünki qış paltarlarını ayırmaq istəyirəm, yay paltarlarını ancaq qoymaq istəyirəm. Amma ki, mənim şkafımda yerim çox balacadır, heç nəyə yer eləyə bilmirəm. Bu mənim üçün ən böyük problemlərdən biridir.
Yadımda da bir-iki izləyicim var idi. Mənim o Temu bağlama açılan videolarımın altına yazmışdı ki, bizə çox maraqlıdır ki, siz bu qədər əşyanı hara yerləşdirirsiniz? Və nəhayət bir ildən sonra həmin videodakı oraya cavab verirəm. Yox qızlar, təəssüflər olsun ki, mən o geyimlərin hamısını çox qəşəng bir şəkildə yerləşdirə bilmirəm, çünki şkafım balacadır. Bunları hamısını hələ asıram. Ondan sonra ütüləyəcəm. Yəni baxım görüm hələ nə var, nə yox, nələr var ki, bunları ütüləməliyəm. Yəni beləncə saxlamıram da, elə bilərsiniz ki, belə saxlayıram. Ütüləyib qoyuram ki, lazım olanda əlimizə atıb rahatlıqla geyinə bilək. Bu şalvarı Family Temu'dan almışdım. İçi belə qalındır. Belə sportivlidir. Ətəyi də belə çox qəşəngdir, çox sevərək geyinir. Şkafın içini düzgüş eləyəndə çəkdiyim videolar baxıram ki, 1 saatlıq demək olar video çəkmişəm. Amma indi mən onu bir neçə dəqiqəyə sıxışdırıram. Həmişə deyirəm də bunu. Kaş ki belə videolarda olduğu kimi həyatda da ev işləri belə 1-2 dəqiqəyə həll olası olsaydı. Bu arada hələ də kanala abunə deyilsinizsə, mütləq şəkildə aşağıdan kanala abunə olun. Ən sevdiyim şalvarlarımdan biri ağ cins və trapez olan, aşağısı belə görürsünüz, ətəyi trapez. Bunu hardan almışam? Təbii ki, Temu'dan almışam. Oy, elə bildim ləkə deyə qorxdum. Arkası da belə. Ayda qızlar, tapdım nəhayət bu qırmızı. Nədir bunun adı bilmirəm. Jaket, jilet, bilmirəm. Jilet de deyəsən, hə? Bunu jilet deyirlər. Axır ki tapdım. Bunu mən keçən il işə sevə-sevə geyinirdim. İşıq elə bir yaxşı vurmur. Nəsə belə qəribə göstərir. İşıq yox deyə sanki. Hə, mən bunu işə sevə-sevə geyinirdim. Sonra yoxa çıxdı. Sən demə qatlayıb buraları bir yerə soxuşdurmuşam. Yer olmayanda belə olur da. Nəyin var, nəyin yox görə bilmirsən. Ev işlərindən sizin ən çox sevdiyiniz və nifrət elədiyiniz ev işi hansıdır? Mütləq şəkildə aşağılara yazın, hamısını oxuyacağam. Bu tərz köynəklərin hamısını yığıram çünki yundu. Keçən dəfə body almışdım ha. Bu body'nin indi sizə rənglərini göstərəcəm. Çəhrayı rəngi, qəhvəyi rəngi və ən çox sevdiyim qara rəngi. Yəni bir body'dən 4 dənə rəng almışam. Məncə bunları arxaya qoyun, bunları önə gətirin. Son halı belədir qızlar. Bu tərəf Family'nin köynəklərini asmışam. Bu tərəfdə özümündür. Amma ki bir asılqana, amma görün neçə dənə köynək asmışam. 1, 2, 3, hamısında da bu belə-belə gedir. Bunlar mən tərəfdir. Amma hələ aslanlar da qalıb, tam elə qutarmayıb. Amma mən yoruldum. Buraları da belə qatlayıb qoymuşam səliqə ilə. Neçə vaxtdır qızlar aksesuarlarımı yer-ver eləmirəm. Dedim elə sizlə bir yerdə bunu da eləyək. Bilmirəm fikir verdiniz ya yox. Hələ neçə vaxt onu eləmirəm, neçə vaxt da bunu eləmirəm. Ay Allah, nə qədər neçə vaxtı dedim bu videoda. Bu neçə vaxtı deməyimin də səbəbi odur ki, normalda iş günləri olanda belə işləri görmək olmur. 8 saatlıq işləyirsən, səhər gəlirsən, axşam gəlirsən. Yəni iş günlərində gəlib evdə də detallı şəkildə yer yığış eləmək mümkün deyil. Onun üçün gərək ya şənbə bazar ola, ya da ki bayram günləri. Şənbə bazar olanda da o qədər iş yığılıb qalır ki, həftə içində görə bilmədiklərin həftə sonuna bilmirsən ki, hansını çatdırasan. Qonaq getmək oldusa, o başqa məsələ. Kişilər çox da başa düşmürlər belə şeyləri qızlar. Məsələn, yoldaşım deyir ki, gedək qonaq, deyirəm, okey, gedək. Amma evin işləri qalır axı. Gələndən sonra isə artıq evin işini görmək mümkün olmur. Hərdən çox darıxıram ki, evdə oturum, o işlərimi görüm, bu işlərimi görüm. O qədər özümü rahatlamış hiss edirəm ki, ev işlərini tamamilə görəndə. Məncə zaman əvvəlki zaman deyil. Məncə yox, elə həqiqətən də zaman əvvəlki zaman deyil. Əvvəllər qadınlar çölün də işini görürdü, həyətin də işini görürdü, uşağa da baxırdı, evində işini görürdü. Amma indi elə deyil qızlar. İndi həqiqətən də zaman o qədər keyfiyyətsiz olub ki, gün ərzində bilmirsən ki, hansı işi görəsən ki, axıra qədər çatdıra biləsən. Həm də məncə əvvəllər insanların beyni bu qədər də yüklü deyildi. Əvvəllər yəni insanlar nəyin problemini çəkirdilər? Tutalım ayın axırına qədər pulumuz çatsın, nə bilim qaynana söhbəti, qaynata söhbəti maksimumda, yəni sizə deyirəm, həm qonşu söhbəti, evi dolandırmaq, uşağa baxmaq, işə getmək və s. Amma günümüzdə səhərdən axşama qədər o qədər lazımlı, lazımsız informasiya daxil olur ki bizim beynimizə. İstər istəməz insan yorulur. Mental yorğunluğu isə fiziki yorğunluqdan daha betər olur. Heç vaxt izləyicilərimə neqativ ötürmərəm və düşünürəm ki, bu neqativ deyil, bu günümüzün sadəcə bir reallığıdır. Ona görə də qızlar, həmişə yoldaşıma da deyirəm, bilmirik bizə nə qədər ömür verilib və həyatımızı da elə yaşamalıyıq ki, həyatdan həqiqətən də həzz və ləzzət ala biləsən, heç kəsə ziyanına toxunmadığı sürəcə özünü xoşbəxt eləməyi bacarasan.
Bu mənim arxa fonumdur. Bu arada axşam olub. Mən shorts video çəkdim. Instagramdan məni izləməyənlər mütləq Instagramdan məni izləyin qızlar. Deməli bu, yox səhv elədim. Bu dəqiqə karamel krokanı açdım. Çox möhtəşəmdir. Həqiqətən Ayka savaba batdı. Çünki mən həqiqətən də belə dadlı plitka, belə bir şokolad yeməmişəm. Mən normalda bu plitka, yəni belə nə deyirlər bunu, başqa adı bilmirəm. Bu tərz şokoladları mən dişləyib yeməyi sevmirəm. Çox elə şokolad sevən biri də deyiləm. Amma sırf bunun üçün ürəyim getdi. İçində görürsünüz necə fıstıqlar var qızlar. Göz haqqınızı halal eləyin qızlar. Biraz qiyməti bahadır da, yəni əməlli bahadır. Həm video çəkəcəm, həm də ki ürəyim dəhşətli dərəcədə istədi deyə. Gəlin. Hə, dəhşətli istədi deyə ona görə aldım. Baklavalısına da ürəyim getdi. Bildiyiniz baklava yeyirsiniz elə bir, amma şokolad formasında çox qəribə bir şeydir və möhtəşəmdir. Hətta buna baxın, içində görün nə yazı var. Yılın seçilmiş ürünü olub. 2022-də bu yılın seçilmiş ürünüdür. Yəni digərinin içində belə yazılmamışdı. Famil də mənə deyir ki, gecə-gecə bu nəyin həvəsidir belə, sən yemək bişirmək həvəsinə düşmüsən. Amma qızlar, istəyirəm ki, sabah dincəlim, sabah iş görməyəm. Axşamdan yeməyi bişirim, sabahın günortanın yeməyini qoyum. Ona görə də ət çıxarmışam, bir quyruq çıxarmışam belə. Bir də qoyun əti çıxarmışam. Bunu da qəşəng qızartma eləmək istəyirəm. Yanında da yəqin sabahlarım günortaya yaxın belə kartof da qızardıram, yanına qoyaram. İndidən eləmək istəmirəm. Kartof elədi ki, bişirdin gərək yeyəsən. Qaldı soyudu, elə bir ki, əvvəlki dadını itirir. Mənim güldür xəstəliyim var. Nəsə bir iş görəcəmsə mütləq güldürə baxmalıyam. Açığı bu vlogda tam içimdən nə gəlirsə onu danışdım. Yəni xüsusi mövzu qabaqcadan seçməmişdim. Amma öncədən mövzu seçəndə də çox maraqlı olur. Gələn vlogda nə haqqda danışmağımı istəyirsinizsə, rəy bölməsinə yazsaz, mənə çox kömək olmuş olarsınız. Bir də ki, hələ də tam tuta bilməmişəm ki, sizin ən çox sevdiyiniz vlog növü evdə çəkiləndir, yoxsa çöldə? Unutmayın ki, rəyləriniz məni istiqamətləndirir. Bura qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Sizi sevirəm, sevgi ilə qalın. Ders çalışıyoruz, ders. Lan oğlum hep ders. Biraz da dance.